Muheymin 2-ci cild. Təhqiq, tərcümə və təlif Mürşid Yusifoğlu. Oruz kitabı. Səfərdə oruc əhkamları babı. Müsəlman səfərdə oruç tutmaqda ixtiyar sahibi olması babı. Bizə Vaki danışdı, bizə Hişam danışdı, atasından, Ayşədən dedi. Həmzə Əl-Əsləmi Rasulullah sallallahu aleyhi və səlləmdən səfərdə oruç tutmaq haqqında soruşdu. O, davamlı oruç tutan bir kişi idi və Rasulullah sallallahu aleyhi və səlləm ona dedi, sən ixtiyar sahibisən, istəsən oruç tut, istəsən də iftar et, oruç tutma. Əhməd 26249. Digər bir rəvayətdə, bizə Muhammed İbni Yusuf danışdı, Sufyandan, Hişam İbni Urvadan, Ayşədən, Həmzə İbni Amr Əl-Əsləmi Rasulullah sallallahu aleyhi və səlləmdən soruşdu və dedi, Ya Rasulallah, həqiqətən də mən səfərə çıxmaq istəyirəm, mənə nə əmr edirsən? O dedi, istəsən oruç tut, istəsən də iftar et. Darimi 1831. Digər bir rəvayətdə bizə Abdullah İbni Yusuf danışdı, bizə Məlik xəbər verdi, Hişam İbni Urvadan, atasından, Nəbi sallallahu aleyhi və səlləmin zövcəsi Ayşə radiyallahu anhadan, Həmzə İbni Amr Əl-Əsləmi Nəbi sallallahu aleyhi və səlləmə dedi, səfərdə oruç tutunmu? O, çox oruç tutan biri idi. Rasulullah sallallahu aleyhi və səlləm ona dedi, istəsən oruç tut, istəsən də iftar et. Buxari 1943. Hədisi Əbu Bakr İbn Əbi Şeybə, İshaq İbn Rahavi, Əhməd, Darimi, Buxari, Muslim, Əbu Davud, Nəsai, İbn Macə, Tirmizi, İbn Xuzeymə, İbn Hibban, İbnül Carud və Əbu Avanə rəvayət etmişdir. Bizə Abdullah İbn Yusuf danışdı, bizə Yahya İbn Həmzə danışdı, Abdurrahman İbn Yazid İbn Cabirdən, İsmail İbn Ubeydullah ona danışdı, Ummud Dərdadan, Əbu Dərdə radiyallahu anhudan dedi. Biz Nəbi sallallahu aleyhi və səlləmlə birlikdə isti bir gündə onun səfərlərindən birinə çıxmışdıq. Hətta elə isti vardı ki, bizdən birimiz istinin şiddətindən əlini alnına qoyurdu. İçimizdə Rasulullah sallallahu aleyhi və səlləm və Abdullah İbn Ravahadan başqa oruç tutan biri yox idi. Buxari 1945. Hədisi Əhməd, Buxari, Muslim, Əbu Davud, İbn Macə və Əbu Avanə rəvayət etmişdir. Məlik İbn Şihabdan, Ubeydullah İbn Abdullah İbn Utbə İbn Məsuddan, Abdullah İbn Abbasdan, Rasulullah sallallahu aleyhi və səlləm fəth ilində Ramazanda Məkkəyə doğru yola çıxdı və Kədidə, bulaq adıdır, gəlib çatana kimi oruç tutdu. Sonra iftar etdi və insanlar da iftar etdilər. O dedi, onlar sahabələr Rasulullah sallallahu aleyhi və səlləmin işindən həmişə ən yeni olanını axtarırdılar. Məlik 806. Digər bir rəvayətdə bizə İbn Uyeynə danışdı, Zuhridən, Abdullahdan, İbn Abbasdan. Nəbi sallallahu aleyhi və səlləm fəth ilində Kədidə çatana qədər oruç tutdu, sonra iftar etdi. Rasulullah sallallahu aleyhi və səlləmin feilindən, əməlindən yalnız sonuncusu götürülür. Əbu Bakr İbn Əbi Şeybə 9061. Digər bir rəvayətdə bizə İbn Uyeynə danışdı, Zuhridən, Abdullahdan, İbn Abbasdan. Nəbi sallallahu aleyhi və səlləm fəth ilində Kədidə çatana qədər oruç tutdu, sonra iftar etdi. Əbu Bakr İbn Əbi Şeybə 9098. Digər bir rəvayətdə bizə Abdullah İbn Yusuf danışdı, bizə Leys danışdı dedi, mənə Uqeyl danışdı, İbn Şihabdan dedi. Mənə Ubeydullah İbn Abdullah İbn Utbə danışdı ki, İbn Abbas ona xəbər verdi ki, Rasulullah sallallahu aleyhi və səlləm fəth qazvəsini Ramazanda etmişdir. Dedi, Səid İbn Museyyəbi eşitdim, bunun mislini deyirdi. Ubeydullahdan ona xəbər verdi ki, İbn Abbas radiyallahu anhuma dedi, Rasulullah sallallahu aleyhi və səlləm Qudeyd və Asfanın arasındakı bulaq olan Kədidə çatana qədər oruç tutdu. Ora çatanda isə iftar etdi və ay Ramazan ayı çıxana qədər muftir, oruç tutmayan olmağa davam etdi. Buxari 4275. Digər bir rəvayətdə mənə Yahya İbn Yahya və Muhammed İbn Rum danışdı dedilər. Bizə Leys xəbər verdi. Bizə
Kuteybə İbn Səid danışdı. Bizə Leys danışdı İbn Şihabdan, Ubeydullah İbn Abdullah İbn Utbədən, İbn Abbas radiyallahu anhumədən ona xəbər verdi ki, Rasulullah sallallahu aleyhi və səlləm Ramazanda Məkkəyə doğru yola çıxdı və Kədidə bulaq adıdır. Gəlib çatana kimi oruç tutdu və sonra orada iftar etdi. O dedi, Rasulullah sallallahu aleyhi və səlləmin sahabəsi onun işindən həmişə ən yeni olanını axtarırdılar. Muslim 2573. Hədisi Malik, Təyalisi, Hümeydə, Əbu Bakr ibn Əbi Şeybə, Əhməd, Abd ibn Hümeyd, Darimi, Buxari, Muslim, Nəsai, İbn Xuzeymə və İbn Hibban rəvayət etmişdir. Nəbi sallallahu aleyhi və səlləmin yanında onun əhsabı səfərdə olanda bir-birlərini oruç tutmaq və ya iftara görə ayıblamayıblar babı. Bizə Əbu Xalid Əl-Əhmər danışdı, Hümeyddən dedi, səfərə çıxdım və oruç tutdum. Mənə dedilər, orucunu poz. O dedi, mən dedim, həqiqətən də Ənəs mənə xəbər verdi ki, Rasulullah sallallahu aleyhi və səlləmin əhsabı səfərə çıxırdılar və oruç tutan kimsə iftar edəni, iftar edən də oruclu kimsəni ayıblamırdı. Bundan sonra İbn Əbi Muleykə ilə qarşılaşdım. O da mənə Ayşədən onun mislini xəbər verdi. Əbu Bakr ibn Əbi Şeybə 9084. Digər bir rəvayətdə bizə Yahya ibn Yahya danışdı. Bizə Əbu Xaysəmə xəbər verdi. Hümeyddən dedi, Ənəs radiyallahu anhu səfərdə Ramazan orucu haqqında soruşuldu. Dedi, Rasulullah sallallahu aleyhi və səlləm ilə birlikdə səfər etdik. Oruç tutan kimsə iftar edən də oruclu kimsəni ayıblamırdı. Muslim 2589. Əbu Nadranın Əbu Xureyrədən olan hədisində bizə Nasır İbni Əli Əl-Cəhdami danışdı. Bizə Bişir yəni İbni Mufaddal danışdı. Əbu Məsləmədən, Əbu Nadradan, Əbu Xureyrə radiyallahu anhudan dedi. Biz Rasulullah sallallahu aleyhi və səlləm ilə birlikdə Ramazanda səfər edirdik. Oruç tutan kimsəyə orucu, iftar edən kimsəyə də iftarı ayıblanmazdı. Muslim 2586. Hədisi Məlik, Əbu Bakr ibn Əbi Şeybə, Buxari, Muslim, Əbu Davud, İbn Hibban və Əbu Əvənə rəvayət etmişdir. Rasulullah sallallahu aleyhi və səlləmin istinin şiddətləndiyi vaxtda üstünə kölgə salınan kimsəyə səfərdə oruç tutmaq yaxşı əməl deyildir deməsi babı. BizəĞundər danışdı Şubədən, Muhammed ibn Abdurrahman ibn Səiddən, Muhammed ibn Amr ibn Həsəndən, Cabir ibn Abdullahdan dedi. Rasulullah sallallahu aleyhi və səlləm səfərdə idi. Birdən başına insanlar toplaşmış bir kişi gördü. Onun üstünə kölgə salınmışdı. O dedi, ona nə olub? Onlar dedilər, bu oruç tutmuş bir kişidir. Rasulullah sallallahu aleyhi və səlləm dedi, bu halda səfərdə oruç tutmağınız yaxşı əməl deyildir. Əbu Bakr ibn Əbi Şeybə 9063. Digər bir rəvayətdə bizə Adəm danışdı, bizə Şubə danışdı, bizə Muhammed ibn Abdurrahman Əl-Ənsari danışdı, dedi, Muhammed ibn Amr ibn Həsən ibn Əlini eşitdim, Cabir ibn Abdullah radiyallahu anhumədən dedi, Rasulullah sallallahu aleyhi və səlləm səfərdə idi, bir cəmaat gördü, bir kişi gördü ki, ona kölgə salırdılar. O dedi, bu nədir? Dedilər, oruç tutmuş biridir. O dedi, səfərdə belə halda oruç tutmaq yaxşı əməl deyildir. Buxari 1946. Hədisi Əbu Bakr ibn Əbi Şeybə, Əhməd, Abd ibn Hümeyd, Darimi, Buxari, Muslim, Əbu Davud, Nəsai, İbn Xuzeymə və İbn Hibban rəvayət etmişdir. Qeyd. Bu sinif insanlara, yəni oruç tutmağa gücü çatmayanlara Rasulullah sallallahu aleyhi və səlləm belə oruç tutmağın yaxşı əməl olmadığını demişdir. Başqa hədislərdə isə özü səfərdə oruç tutmuş, həmçinin oruç tutmağa gücü olanların tutmaqlarına etiraz etməmişdir.